saçın tamamilə üst qatını məhv etmişdiniz. Lipid bariyeri darmadağın idi. Biz onu indi yavaş-yavaş yığırıq. İnanın, mən saçımı indi hiss eləmişəm. O nəyə dayanaraq deyirəm, çox getmişəm axı belə şeylərə, hiss eləməmişəm. Çox blokadan istifadə etmişdiniz, yəni indi işinizlə bağlı çox vurmalar, çox şeyləmələr. Düzdür, siz fikirləşirsiniz ki, yəni tez-tez gəlsəniz daha yaxşı təsir olacaq, amma elə deyil. Yəni biz başqa salonlar kimi həftədə bir dəfə gəl, ayda bir dəfə gəl, yox. Yəni biz bir iş görürüksə, bu oturmalıdır həm də saça. Bir şeyi çox eləmək, o demək deyil ki, bu əla, wow, super olacaq. Tez-tez eləyək ki, daha da indi yaxşıdır, tez-tez eləsəm düşün də indi gör nə olar. Hətta mən kimə deyəndə ki, o 2 aydan sonra belə gedir, deyir, o necə baxıb? Görürsünüz, hamıya yad bir şeydir. Çünki biz doğrudan da burada iş görürük, saça hissə-hissə hamısını ötürürük. Evdə onu qoruyucu siz mənə verdiyiniz o məhsullar da çox gözəldir. Hələ də qalır. O qədər belə necə deyirlər? Onlar professional məhsullardır. Konsentrasiyası çox güclüdür. Az bir istifadəsi çox işə yarayır və qatı olduqları üçün uzun zaman gedirlər. Davamlıdır. Yanıqlar, o saç qıranlar məni narahat edirdi. O da fen salır. Bax, onu da düzgün fenləməmə salır. Amma indi uclarda küt-küt biraz var. Onları da yığacağıq. Çox lap uclardadır. Heç nə, bu dəfə də gözəlləşdirəcək saçımızı. Belə tıxanmalar olanda, saç uzanması da bəli, gec olur. Amma o qədər deyil. Yəni 87% təmizdir. Qismən bəzi hissələrdə. O da nədir? Məsələn, 2 aydan bir peeling olunur saçlar. Globoka çişə şampunla yuyulanda bu məsələ, bu problem aradan qalxır. Özünüz qocalmasanız, düzləriniz çox qəşəng olsa, saç dərinizdə yəni əməlli başlı nəm balansı 5, bu D qırmızıdır da. Yəni belə qışqırır ki, mənim üçün bir şeylər fikirləşin. Sos şeydədir. Şampunu seçəndə buna da diqqət edəcək. Baxın, çüstüvitiliniz dəhşətli dərəcədə. Mən sizə deyirdim, isti su ilə yumalar 75% həssaslaşıb saç dəriniz. Yəni bu heç də yaxşı bir şey deyil. Sizin şampununuza tökülməni də əlavə etmək lazımdır. Çünki saç kökləriniz həssaslıqdan, yağlılıqdan tökülməyə hazırlaşır. Bu sarıların hamısı sağlam folikullardır. Qırmızı olanlar amma yox. Onlar risk qrupunda olanlardır. Ya saç dəriniz ekstra bir problemi yoxdur. Biraz qocalmanız görürsünüz. Daha çoxdur saç dərinizdə. Çünki tez-tez yuyursunuz, isti su ilə yuyursunuz. Ona görə də yəni belə elə bilirsiniz ki, tez-tez isti su ilə yuyanda daha təmiz olacaq. Amma elə deyil. Ağ saçlar maşallah yaxşıdır. Çüstüvitiliniz biraz daha həddindən artıq çoxdur. Vupadeniya 161% yaxşı vəziyyətdədir. İnşallah o problemimiz də aradan qaldırılacaq. Bəli. Həqiqətən özüm öz saçlarımı bayıldım. Baxın, o klatkasız, keratinsiz, botoks yox. Yəni keratin eləsə, botoks eləsə bu parlaqlığı almaq olurmu? Bəli, liboyunda almaq olur. Ütü dəyir, plonkalanır. Amma baxımdan sonra bu parlaqlığı almaq hələm iş deyil. Dolaşmalar olmayacaq. Düzgün şəkildə qulluq nəticəsi təbii saç olmağının üstünlüyü odur ki, ikinci dəfədən bu qədər